Uşaqlıqdan gələn çətinliklər və qarşısına çıxan maneələr hər kəsin həyatında iz buraxır. Uşaqkən yolum islah evinə düşmüşdü. Anamdan başqa orada olduğum müddətdə yalnız Jolly'dən məktublar aldım. İslah evindən çıxanda isə o da yanımdaydı. Məni izləmək və bu kimi şeylər üçün uzaq yoldan gəlirdi. O zaman öz-özümə bu qızla evlənəcəm. Bu fikirlər UFC-nin ən sərt döyüşçülərindən biri, Diamond ləqəbli Dustin Poirier'ə məxsusdur. Onun həyatı döyüş meydanlarında olduğu kimi həqiqətən də mübarizə ilə doldu. 2009-cu ildə peşəkar karyerasına başlayan Dustin bu zaman ərzində 30 döyüş keçib. Bu döyüşlərdən 9-unda məğlub olsa da hər dəfə daha güclü geri dönməyi bacarır. Max Holloway'ə qarşı qazandığı qalibiyyət isə onu UFC-nin keçici çempionu Khabib Nurmagomedov, Charles Oliveira və İslam Makhachev kimi güclü döyüşçülərə qarşı uğursuz olsa da, onun oktagonda sərgilədiyi xarakter UFC sevərlərin yaddaşına əbədi həkk olunacaq. Dustinin şöhrətini daha çox artıran qarşılaşması isə heç şübhəsiz ki, Conor McGregor'la mübarizəsidir. O McGregor'a 2 dəfə qalib gələrək həm özünün, həm də UFC-nin tarixindəki yerini daha da möhkəmləndirdi. İndi isə qürub çağını yaşayan Dustin döyüş meydanına son dəfə çıxmağa hazırlaşır. Onun bu il karyerasını bitirəcəyi deyilir, ancaq bir sual hələ də qalır. Dustin Poirier üçün yolun sonu